Kişi bazara gedir, bazarda dostunun qaynanasına rast gəlir. Hal-əhval bilir, arvadla görüşür, eləyir. Nəsə sonra ayrılırlar. Kişi gedir bazarlığını, qayıdır, gəlir evinə. Evdə oturmuşdu ki, bir saat sonra eşidir ki, bəs dostunun qaynanası ölüb. Deyir, əşi ola bilməz. Mən bazarda gördüm o arvadı, lap yaxşı idi, dumbul kimi idi arvad. Nə oldu birdən-birə görəsən o arvada? Nəsə kişi geyinir, keçinir, durur, gedir yasa. Gəlir dostundan soruşur ki, ay abala nə oldu? Bəs mən bu arvadı bir saat lap bazarda görmüşəm. Lap yaxşı idi, canı başı yaxşı idi, əhvalı üstündə idi. Bunun nə olub, niyə öldü bu qəfildən? Dostu qayıdır ki, bəs sroku keçmiş konserva yediriblər. Konservadan zəhərlənib ölübdür. Onda kişi qayıdır ki, deyir ki, ürəyim pis oldu da, gey mən bir arvadla halallaşım, sağollaşım. Dostu deyir ki, yaxşı get halallaş. Gəl kəfəni qaldırır, arvadın üzünü açanda deyir, bu, ay bala, bəs deyirsiniz, bu konservadan zəhərlənib ölüb. Bunun üzü dərbadandır ki. Dostu qayıdır, deyir, ya bala, narım yemirdi da. Gəminlə tur keçirirlər. Hamı doluşur gəmiyə, nəsə okeana çıxırlar. Bizim bu şəkili Hacı dayı da orada olur. Bir oğlan gəlir gəminin bortunda, uc tərəfində, baş tərəfində başlayır selfie çəkməyə. Bir əyilir çəkir, bir çörülür çəkir, bir nəm qattalan çəkir, bir də belə əyilib çəkəndə yıxılır suya, düşür suya. Bunun dalından bir 3 dəqiqə, 5 dəqiqə sonra Hacı dayı da düşür suya, tullanır suya. İp kəndir salıb bunlar bir təhərlə nəsə gücbəlanla çıxardırlar. Sonra televiziyadan müsahibə götürməyə gəlirlər. Müxbir müsahibə götürür, deyir ki, ay Hacı dayı, sən halal olsun, sən mala deyilsən, maşallah olsun. Nə yaxşı, burada bu gəmidə bu qədər adamlar var, cavanlar var, gənclər var. Onların içində sən atıldın o uşağın arxasınca suya, onu xilas eləməyə da. Bu barədə nə deyə bilərsən? Hacı dayı deyir, hə, heç nə, mən oradan itəliyib yıxan öydə alsın. Uşaq məktəbdən öyə gəlir, xaladinin qapısını açır, görür xaladinikdə toyuq var. Deyir, atamla anam bugün bütün günü toyuqdan danışacaqlar. Sabah bütün günü toyuğu pişirəcəklər, o biri günü bütün günü toyuğu yad eləyəcəklər.